Avropalılar bir də görürsən ki, 2 zlotu belə bir-bir bölür. Amma Azərbaycanlılar deyir ki, 100 zlotdur da sənin canın sağ olsun. Hansı sənə yaxındır? Avropada yaşayandan sonra təbii ki, üstünlük verirsən ki, böləsən. Bölmək başqa şey. Mən 2 zlotun bölünməyini deyirəm. Hə, sən o qədər xırdaçılığa Var girsən. çünki çoxdur. Yox, brat, yox. Mən atmasam belə səndə narahatçılıq hissi yaranır. Mən o dərəcə 2 zlotdur, nə bilim, o 3 zlotdur. O dərəcə xırdaçılığa girmirəm. Yəni məsəl üçün bir şey 77-dirsə 80 atarım. Hə, amma eləmirlər. Eləmirlər. Bu indi insana gələn ölkənin dəyərləridir də. Onu deyirəm. Səncə belə olmaqları nədən asılıdır? Məncə çox dəqiqdirlər, yox? Hə, çox da planlı insan mən də elə düşünürəm. Planlı insan olduqları üçün, qardaş, yəni hər şeyin dəqiq olmalı. Pul da dəqiqdirsə, çünki məndə bir dəfə belə bir şey olmuşdu. Bir palyak iş yoldaşımla nəyisə böldük. Adama düşürdü 44 zlot. Mən atdım 50 zlot. Mən 6 zlotu geri qaytardım. Ki çox atmışam. Dedim, qalsın da, yəni qalsın da misal üçün bilin. Diyan deyir. Sizin da zor xasiyyəti. Mən sevmirəm. Amma tərsinə də fikirləşəndə, məsələn 42-də 40 atmısan, onu sənə deyəcək. Çünki sən niyə? Bu adamın planlı bir büdcəsi var. Hə. Ki, ay nə bilim mən aylıq 3000 xərcləməliyəm. Bunu Elədir. 1500 evədir, qalanı özümdə. Elədir. Qəpiyə-qəpik bölübdü ya. Onun üçün 1 zlot belə vacibdir. Amma Azərbaycanlılar Yəni, heç vaxt pul rəşad eləmir. Qardaş, biz heç vaxt pul rəşad eləmirik. Nədir tema? Çünki bölündə dost var, tanış var və pulun söhbəti çox getmədiyi üçün kiməsə yaza bilirsən. Qardaşım, mən 500 zlot ata bilərsən. Ona uyğun xərcləyirsən. Amma yenə deyirəm, mənim üçün və düşünürəm ki, Azərbaycanlılar üçün uzaq bir mədəniyyətdir. Pul alın, Pulsuz qalın.